Hörmətli izləyicilər, mən bugünkü söhbətim barədə danışmışam, bir də danışmaq məcburiyyətindəyəm. Mən deyirəm ki, yer kürəsində, dünya miqyasında yeganə adamam ki, Allahı görmüşəm və görüşmüşəm. Adama deyərlər ki, mənası nədir, nəticə nədir, nə olsun ki? Sözlə deyirsən, görmüşəm, görüşmüşəm. 89-cu ilin dekabrın 26-sında Allah bəndə əlindən, bir qadının əlindən mənə balaca bir çörək göndərdi. Dedi, yuxuda deyiblər ki, bu çörək filan adresdə filan kəsə çatacaqdır. Güldüm ürəyimdə də dedim, mənə da yox. Mən çörəyin şəklini göstərəcəm, özünü göstərməyəcəm. Çörəyin üstündə 3 qırıq var, 3 adama göstərdim, vermişəm əlinə verdiyimə görə. 3 yerindən çörək qırıldı. Bu göstərdiyim çörəyin şəklidir. Hər şey bu çörək gələndən sonra başladı. Öz otağımda oturanda, nə haqdasa fikirləşəndə, otağıma isti külək gəldi. Mənə deyən kimi huşum etdimi deyim, yatırtdılar mı deyim. Göstərdilər, sonra oyatdılar. Mən bu siri heç kəsə aça bilmədim. Gördüm, baxıcılığım var. Anam bilsə deyəcək, bu hardan çıxdı? Bircə falabaxanım əksik idi. Bacılarım pis qarşılayacaq. Yadlar da deyəcək, bunlar 9 bacıdır, 8-i bundan kiçiklər ailə qurdu. Bunu dindirib söylədən olmadı, bu havalandı. Bunu düşünərək, bu siri heç kəsə açmadım. Amma gecəm, günüzüm yox idi ki, görəsən mən düzmü görürəm? Bax, özümü yoxlamaq istəyirdim. Bir gün fikirləşirdim ki, bizdə bir cərrah var, çox pullu adam idi. Çox pul hərisi idi, pul xərcləməyən adam idi. Hətta öz asentinə belə 1 manat da vermirdi ki, məndən öyrənir, o bəsidir. Öz-özümə fikirləşirdim ki, görün bu qədər pul neyniyir. Belə fikirləşdiyim halda isti külək gəldi, hoşum etdi, bunun pulunun yerini göstərdilər. Yenə deyirəm, gecəm günüzüm yox idi ki, görəsən mən düzmü görürəm. Dedim da, biavır olsam da mən özümü yoxlamalıyam. Getdim bu cərrahın otağına, mən bu cərrahın mesestrası idim. Baş aşağı yazı yazıyırdı. Dedi, eşidirəm. Dedim, mən sizin falınıza baxmağa gəlmişəm. Buyur, buyur, dedim. Dedim, hamamdakı puldan versəniz, mən də xərcləyəm. Ruski tulladı, qalxdı ayağa. Ay qız, sən nə səyaqlayırsan? Bunu bir adama deyibsənmi? Sonra oturdu yerində, əlinə vurdu, bərkdən güldü. Yaxşı deyir, qarajdakı puldan ver, mən də xərcləyim. Ot maşına gedək, çıxart elə mənə də pul lazımdır. Dedim, mən qaraj demədim, mən hamam dedim. Bunun reaksiyasından gördüm ki, düz görmüşəm. Və arxasındakı söhbəti uzatmıram, burada buna nöqtə qoyuram. Sonra bir qadın haqqında da baxmışdım. Baxmışdım, yox, fikirləşəndə göstərmişdi Allah Taala. Dedim, bir onda da sübut eləyim. Getdim qadının öyünə. Çağırdım, başıma gələn danışdım. Bəs mən sizin barədə belə görmüşəm. Ya Rəbbi, tufan qopdu. Müsibət qopdu. Köpək qızı, mən durduğum yerdə niyə şərə saldın? Niyə böyükdən atırsan mənə? Niyə yalan danışırsan? Ya Rəbbi. Ay Allah, başım ağrıdı, başımdan ağrı qalxdı, təzyiqim qalxdı. Oy, ürəyim infarkt oldum, məni polisiyaya çatdırın. Ay Allah, bu nə səhnə idi, bu nə biabırçılıq idi. Axı, heç kim bilmir bu məsələyi. Anam bilsə nə olacaq? Qarşısında diz çöktüm, ayaqlarını qucaqladım, yalvardım, yapışdım. Dedim, bu üzüm sənin ayağının altını açıb pühmə.
Bir yuxuya uyub buraya gəlmişəm, qələt eləmişəm. Aman da oydu bu seri açma, nə olar? İnan, ayaqlarım da tutuldu, eve gələ bilmirdim. Ya Rəbbi, bu nə biabırçılıq oldu, bu nə idi? Eve çatanda Allah Taala'dan bildirildi ki, tanıdın mı? Ey Allah Taala, mən bildim şər atmamışam, siz də bilirsiniz şər atmamışam. Bəs bu nə səhnə idi, bu nə biabırçılıq idi. Ərim onu götürdü, Qazaxda Bəxtiyar mollasına apardı ki, mənim arvadım gör şərə mi düşüb, yoxsa düzdürmü? Molla Bəxtiyar da deyib ki, o qadın buna şər atıb, şərdir. Sonra getdi balinsiyaya girdi ki, bəs ürəyim pisdir, başım pisdir, ölürəm, çatlayıb ölürəm. Bu hadisə oldu 90-cı ildə. Artıq 36 ildir. Özləri də biraz qohum idi. 36 ildir nə onun əri, nə balalar məni dindirmir ki, arvadımı deyir, balalar deyir, anamızı gəldi, şərə saldı. Anamıza böyükdən atdı, anamıza hətta balinsiya düşəsi oldu anamız. Bugünkü söhbətimin əsas cavabı odur ki, bax, əlimdəki bu Qurana, bu Quran bana qənim olsun. Mən o qadını şər atmadım. 36 ildir məni dindirmirsiniz. Mən ona şər atmadım. Eyni zamanda bu söhbət mənim kitabımı bağladı. Həyatımı məhv elədi. Mən Allaha yalvardım, yapışdım ki, ey Allah Taala, siz mənə baxıcılıq verdiniz, istəmirəm. Bu səhnə mənim başıma çox yaranacaq. Biri gələcək, gör ərim gəzirmi, ər gələcək, gör arvadım gəzirmi, tufanlar qopacaq, müsibətlər qopacaq. Qoy rahat, kasıb həyatımı yaşayım. Mən bir də belə şeylə qarşılaşmaq istəmirəm. Demək istəyirəm ki, bəlkə də buna görə mənim kitabım bağlandı, məsələm açılmadı. Mənim bugünkü söhbətim bu qədər. Sağ olun.